Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Həqiqətən də maraqlı bir məsələ oldu mənim üçün. Ona görə istədim qardaşlarımla da bölüşüm bunu. Bir yerdə dərsdə olarkən A'raf surəsindəki ayəti oxuyurdum. Xudul affə və əmur bil urfi və a'rid anil cahilin. Əf yolunu seç, yaxşılığı əmr et və cahillərdən üz döndər ayəti üzərinə əsasən durmuşdum üzərində məsələn ki, əf yolunu seç. İnsanların, yəni təfsirləri oxuyurdum ki, alimlər bu ayənin təfsirində bildirir ki, Resulullah sallallahu aleyhi və səlləmə onunla pis rəftar edən insanların rəftarlarını, o pis əxlaqlarını gözəl əxlaq göstərərək əff etməsini buyurur. Və daim, yəni bütün dərs adətən bunun üzərində oldu da, yəni əff etmək, insanları bağışlamaq, onların xətalarını görməzdən gəlmək, mümkün dərəcə qardaşın hüquqlarını qorumaq, qarşıdakı ədəbsizlik eləsə də Allah üçün səbr edib, yəni o İslamı bilmir və ya bilir əməl etmir, amma sən bilərək əməl edən olmalısan ki, münasibətlər gözəl qalsın və s. Bununla bağlı bir dərs oldu, bəlkə yarım saat, elhamdülillah. Və sonra dərsdən sonra bir qardaş sual verdi. Dedi ki, bəs qardaş, bizdə belə bir şey var ki, əf yolunu tutduqca insanlar üstüvə gəlirlər. Bir anlıq, yəni bu söz mənə təsir elədi. Və başladım yəni, düşünməyə ki, həqiqətən də belədir. Sən əf yolunu tutursan, İslam üçün, Allah üçün, Resulullah sallallahu aleyhi və səlləmin əmrinə tabi olmaq üçün, hüquqların qorunması üçün əf yolunu tutursan, qarşıdakı insan bunu düşünməkdən ki, mən ədəbsizlik elədim, o səbir elədi, mən iftira atdım, o səbir elədi, mən qeybət elədim, o səbir elədi, mən onun haqqına girdim, o səbir elədi. Yəni, əff etdi də, ona qarşı elədiklərimə qarşı mənə əff etdi. Daha da sənə qarşı mehriban və sevgi dolu olmaq yerinə biraz da sənin üstüvə gəlir. Və qardaşın həqiqətən dedikləri mənə belə deyib də, təsir elədi nə yönündən, təfəkkür elədim ki, yəni biz baxın necə bir vəziyyətə qalmışıq ki, bizi əff edən insanları daha da mehriban, daha da gözəl xəsiyyətli, daha da onlara qarşı xoşgörülü olmaq yerinə ki, qardaş, Allah səndən razı olsun. Mən sənə qarşı xəta elədim. Sən xətaya xəta ilə cavab verib böyük bir, qlobal bir problem çıxartmaq yerinə əff edərək həmin problemin anında həll olunmasına çarə tapdın. Mən isə davamında neynirəm? Sənə qarşı mehriban olmaqdansa onsuz da belə fikirləşirəm ki, mən onu böhtan atmışdım, cavab verməmişlər, bir də ataram, problemi yoxdur. Və ya düşünürlər ki, qeybətini elədim, bildirsən demədə bir də eləyərəm. Və ya məsəl üçün, insanlar içində acıladım, heç də demədə, deməli bu bir də eləyərəm, problem yoxdur. Yəni adamlar düşünmür ki, bu Allah üçün səbir edir, o dildən onda da var. O əziyyəti verə bilsə, o da verər. Yəni, heç bir problem yoxdur. Sən böhtan atanda o da ata bilər. Sən qeybət eləyəndə o da eləyə bilər. Sən kobud danışanda o 2 dəfə artıq kobud danışa bilər. Söyə də bilər səni. Amma Allah üçün səbr edir. Deməli, sən nə eləməlisən? Həmin insan barədə düşünməlisən ki, əlhamdülillah, qardaş, mənə gözəl əxlaq verir. Gözəl əxlaq göstərir. Ki, necə ki, həmin ayətdə o və'mur bil xudul affə ayətin o qismi ilə, birinci qismi ilə bağlı ki, əf yolunu tut. Alimlər buyururlar ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqıdır əff eləmək. Halbuki həm müşriklər içərisindən ona zülm verənlərə, həm bədəvlər içərisindən ona qarşı ədəbsiz olanlara, həm müsəlmanlardan ona etiraz edənlərə Allah Resulü sallallahu aleyhi və səlləm əxlaq göstərib daima. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə qoymuş olduğu bir nümunədir ki, müsəlman belə olmalıdır. Amma biz bugün belə müsəlmanları daha çox əzirik ki, yəni sanki onlar zəifdir, biz güclüyük. Yəni Allah islah eləsin bizi. Həqiqətən qardaşın dediyi o söz məni çox təsirləndirdi və 2 gündür artıq mən onu fikirləşirəm ki, subhanallah. Yəni həqiqətən də belədir. Baxıram mənə gələn şikayətlərə, elə öz həyatımda olan problemlər, başqalarının və s. Görürəm ki, həqiqətən də kim səbirlidir, təmkinlidir, diqqətlidir, dilini, əlini qoruyur, müsəlmanlara zülm eləməkdə çəkinir, ən çox əzilənlər olardı. Kim ki hayasızdır, ədəbsizdir, tərbiyəsizdir, hamı deyir ki, buna baş qoşmayaq. Bundan problem yaşasaq, çıxa bilməyəcək problemdən. Halbuki, ən çox diqqətli olmalıydılar haqqına girməyə, o kəsin ki, o, belə deyim də, Allah Resulü sallallahu aleyhi ve sellem əxlaqındadır, ona əzil insanlar. Kim ki ədəbsizdir, hayasızdır, tərbiyəsizdir,
səs-küylüdür, əxlaqsızdır, ondan hamı çəkinir ki, bunun problemindən çıxa bilməyəcəm mən. Baxın, əfsuslar olsun, tam əksini yaşayırıq biz. Allah bizi islah eləsin. Allah möminlərin qəlblərini birləşdirsin. Allah azza və cəllə bu Ramazanda bizi dili şirin olan, xoşgörülü olan, mehriban olan, insanların haqlarına girməyən, haqlarına riayət edən qullarına etsin. Amin. Velhamdülillahi Rabbil alemin.